Salam əziz treyderlər. Layihə sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Təşkilatın hər bir parametrini daha ətraflı öyrənə bilərsiniz. Təşkilatın hazırki fəaliyyətini müqayisə edəcəyik Alibaba Group Holding Ltd ADR, ticker BABA. Bu baxış 22 iyun 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Alibaba Group Holding Ltd ADR alt kateqoriyaya aiddir. Delivery təhlildə 39 şirkət iştirak edir. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir: 10 baldan 5,5 bal. Alt kateqoriya üzrə orta bal 2,5 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Bütövlükdə bütün bazar üzrə orta xalın 1,8 bal olduğunu görə bilərik. Şirkətin 5 reytinginə qarşı Alibaba Group Holding Ltd ADR. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Alibaba Group Holding Ltd ADR və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görəcəyik Alibaba Group Holding Ltd ADR %52,8 dəyişiklik göstərdi. 38% alt kateqoriyada qiymətlərin dəyişməsinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Alibaba Group Holding 270,54 milyard dollar təşkil edir. 751 milyard dollarlıq bazar kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Şirkətin balans dəyəri 141,71 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın balans kapitallaşması isə 249 milyard dollar təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Alibaba Group Holding alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 36,26% təşkil edir. Balans dəyəri 57,1% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın borc öhdəlikləri 32,588 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 23%-ni təşkil edir. Şirkətin borc nəticəsi yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə nisbəti 15-dir. 18,8 alt kateqoriya üçün ortalama ilə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin qazanc nisbəti yaxşı 1 bal. Son 12 ayda mənfəət 17,978 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 26,322 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2. Alt kateqoriyada orta göstərici 1,6-dır. Alt kateqoriya nisbəti ilə müqayisədə mübadilə qiymətinin gəlir nisbətinin qiymətləndirilməsi keçərli 0 bal. Son 12 ayda gəlir 138,20 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 181,770 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq %13, alt kateqoriyada isə orta hesabla 8,5%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 12,364% təşkil edir.
Bu, bazar kapitallaşma payından 191% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $2177.000 bərabərdir. Alt kateqoriyada isə $747.000 var. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği $144,6 min. Alt kateqoriyada orta, $39,7 min. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən satışları $110,000'dır. Alt kateqoriyada $469 min. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Satışa çıxarılan səhmlər alt kateqoriya üzrə orta hesabla 2,2% ilə müqayisədə 1,4% təşkil edir. Texniki göstərici RSI 14 şirkət üçün %40 səviyyəsini göstərir. Alibaba Group Holding Ltd ADR. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 47%dir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $113'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $164'dır. Gəlin sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Alibaba Group Holding. Məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Sövdələşməni açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.